Salam dostlar, mən Azər Quliyev. Bu dəqiqə mən Gəncə şəhərindəyəm. Atamla bərabər Gəncəni gəzirik. Gəncə Azərbaycan ikinci ən böyük şəhəridir. Gəncədə belə qədim binalar var. Bu bina 1899-cu ildə tikilib. Tarix memarlıq abidəsidir. Bu da 19-cu əsrə aiddir. 1800-cü illərə və yaşayış evi olub. İndi Gəncədə Xan bağına gedirik. Demək, Azərbaycanın hər yeri gözəl olduğu kimi Gəncə şəhəri də çox gözəl bir şəhərdir. İnsanı valeh edir. Gəncədə Qəmbər Hüseynin büstü. Əslində kim olduğunu tam olaraq bilmirəm, amma burada gördüyüm qədərlə musiqiçi olub. Artıq Gəncənin Xan bağına çatmışam. Qarşımızdakı yaşıllıq ərazisi Gəncənin məşhur Xan bağıdır. Artıq an etibarilə Xan bağındayıq. Niyə ki, ağaçlar qədəm ağaçlardır, görmüşsən? Ağacı da emirəm. Hə. Nigar Rəfibəyli Xan bağında heykəl qoyulub. Nigar Rəfibəyli. Təbii ki, bu heykəl sonradan Xan bağında qoyulub. Həqiqətən də Xan bağı çox huzur verici bir yerdir. Yorğun bir iş saatından sonra gəlib dincəlməyə dəyəcək bir yerdir. Gördüyüm qədərlə ağaçların bir çoxunun bəlkə də bir əsr, 2 əsr yaşları var. Azından. Demək, Xan bağının üst tərəfində belə büstlər var. İndi ora baxacam, görüm kimin büstü. Demək, bu büst Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədovun büstüdür. 1919-cu ildə dünyaya gəlib, 1946-cı ildə rəhmətə gedib, dünyasını dəyişib. Demək, Xan bağının içərisində belə kafelər var, çay evləri var, çayxanalar var. Burada olanlar, cavanlar, orta yaşlı insanlar boş vaxtına gəlib çay içirlər, domino oynayırlar, vaxtlarını keçirirlər. Demək, Xan bağının yanında diqqətimi çəkən belə bir qala divarları var. Görək, bu nədir, neçənci əsrə aiddir, yəqin ki, qabağında məlumatı var. Demək, bu qala divarları 16-cı əsrə aiddir. Gəncə qalasının divar qalıqlarıdır. Ölkə əhəmiyyətli memarlıq abidəsidir. Böyük bir qaladan qalan belə balaca qalıqlardır. Bu hissədə nəsə bir yazı var, baxaq. Hə, bu da turistlərə verilən məlumatlardır, ingiliscəsində eyni məlumatlar. Demək, Gəncəyə gələn, gəlməyən hər kəsin adını eşitdiyi məşhur Gəncə Şahbaz məscidinə yaxınlaşıram. Bura Şahbaz məscidinin girişidir. Bu gördüyümüz tarixi memarlıq abidəsi məscidin həyətində olan bir hamamdır. On 17-ci əsrə aid olan bu hamamlarda Sökək hamamı adlanır. Dövlət əhəmiyyətli memarlıq abidəsidir.
Yorulmayasın xala. Qədimi Şahbaz məscidi belə möhtəşəm görsənir. Qarşıda gördüyümüz yer Şahbaz məscidinin dəstəmaz alınan yeridir, dəstəmaz xanasıdır. İndi Şahbaz məscidinin içərisinə girəcəm. Şahbaz məscidinin içərisi çox möhtəşəmdir. Bu da məscidin çıxış hissəsidir. Qədimliklə göz oxşuyur. Bu çınar ağacları çox qədim çınar ağaclarıdır. Yəqin ki bu çınarın bir 1000 yaşı olar. 1000 yaşı olar da yəqin bunun, hə? Əvvəllər bu çınarın atan içi oyuq idi. Girib içində şəkil çəkdirmək olurdu. İndi bu gözü nəsə bağlı simetliyib eləyiblər, daşlayıblar, bağlayıblar. Məscidin belə bir çıxışı var. Bu çıxışın o tərəfində də dincəlmə parkı var. Hatta burada bir abidə var. Görək nə abidəsidir. Azərbaycan və Türkiyə bayrağı. Demək bu anıt, bu abidə 1918-ci ildə Gəncədə şəhid olan Qafqaz İslam Ordusunun əsgərlərindən Məhmədçiyinə aid olaraq tikilmişdir. Demək, anıt üstündə yazılır ki, bu anıt 25 Mayıs 17 Kasım 1918 tarixləri arasında cəryan edən Nuripaşa komutasındakı Qafqaz hərəkatında Azərbaycanın bağımsızlığı üçün kardeşlik uğrunda 11 Haziran 1918 tarixində Gəncədə canlarını fəda edən Qafqaz İslam Ordusunun iş şəhidlərindən 13 Kahraman Məhmədçinin anısına tikilmişdir. Ruhları şad olsun. 11 Haziran 2022. Yəni bu anıt 2022-ci ildə tikilib gördüyüm qədərilə. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Demək, şəhidlərimizin qanı bahasına bu torpaqlarda biz rahat oturub, dincəlib çayımızı içə bilirik. Allah hamısına rəhmət eləsin, məkanları cənnət olsun inşallah. Həqiqətən də Gəncəmiz gözəl şəhərdir. Can Azərbaycanımızın bütün şəhərləri gözəldir. Gəncədə onlar içərisində xüsusi yer tutur. Həm öz qədimliyi ilə, həm müasirliyi ilə.